Herkese salam, kanalıma hoş gəlmisiniz. Bu videodan önce paylaştığım videoda Temu kargolarımın birinci hissəsini çəkib paylaşmışdım. Bugün isə davamını çəkirik. Sizdən öncəliklə bir xahişim olacaq ki, eğer bu videonu izləyirsinizsə, ilk önce 1000 abunəyə ehtiyacım var. Onun için de kanalıma abunə olun və videoları beğenin, zəhmət olmasa. Deməli, ikinci paketimi başlayıram açmağa. Təxmini bilirəm içində nələr var. Yenə də deyirəm, 3 yaşlı bir qızım var. Onun və özüm üçün sifariş etdiyim geyim və aksesuarlar açırıq. Deməli, öncəliklə bunu açmayım, qızım üçün sifariş etmişdim. Bu necə gözəliymiş, materialı. Ay Allah, görünüşü, çiçekleri, ay çok qəşəngdir bu. Bunun böyükçündə olardı. Dəst formasındadır bu şəkildə. O kadar qəşəngdir ki. Əladır bu. Qiymətini yenə də qeyd eləyəcəm videonu editləyəndə. Sonra bunu da bu da qızımındır. Bu dəst şəklindədir. Materialına bayıldım. Çok qəşəngdir. Mən bunu sərt bir şey olarak gözləyirdim. Deyirdim incilər aşağı, ama çok qəşəngdir, yumuşaq bir şeydir. Allah bəyəndim. Üçlü dəst şəklindədir. Boz, ağ rəngdə belə bir köynək, idman köynəyi. Bir də belə. Belə qollarında, bir də ətəyində belə detalları var. Mən bəyəndim bunu da. Qəşəngdir. Qiymətinə görə əladır. Sonra belə bir sifariş eləmişdim. Bu da qəşəngdir. Yazda tam indinin malıdır. Yəni indi geyindirə bilərəm üstündən. Cins pencə ilə, üstündən nəsə başqa bir şeylə. Bu da şal var. Qəşəngdir bu. Bəyəndim. Əla. Bir de bu cins pencə. Geçen videoda yadınızdadırsa mən demiştim ki 4 məhsulu ücretsiz, yəni ödənişsiz əldə etmişəm. Biri dedim bahalıdır, qalan 3'ü isə ucuzdur. Birini keçən videoda göstermiştim, şarf idi. Buralarda değil. Aha. Bu kızım üçün cins pencəkdir. Baxın, bunu da ödənişsiz olaraq əldə eləmişəm. Çox qəşəngdir. Əla yəni. Azərbaycanda belə cins pencəklərin qiyməti ən belə aşağısı 40 neçə manat olur. Yəni adi mağazalardan söhbət gedir. Markanı koyuram kənara. Çox qəşəngdir. Mən bunu bəyəndim. Biraz güngülvari iyi. Qoxu hissi olunur sanki. Atabiliyorum. Sonra mesela ödənişini almışdım deyəsən. Ya da ola bilər ki, bu şarfla o birisini qarışdırırım. Bu şarflardan hansı ödənişsiz idi? Bu da belə bir şarfdır. Bunu da pencə ilə falan kombinləri qəşəngdir. Yəni belə atırlar, belinə kəmər vururlar. Ağ pencəyinlər, onunla məncə qəşəng olacaq. Sonra ödənişsiz bir məhsulum da bu idi. Bu çox maraqlı ki, necə bir şey gələcək. Bərbad bir şey olaraq gözləyirdim, amma belə də iplərini belə taxmalısın deyəsən. Belə bağlamalı olan yeri yoxdur içində. Nə bilim, yaxşı pulsuz almışam yəni. Çox kiçik bir şeydir. Bir də bunun ipinin düzgün bir yönü yöndəmi olmamalı canımı sıxdı.
çantadır. Buralarına başqa zincir falan alıb taxa bilərəm onu. Necə dəyərləndirmək olar belə şəkildə. Sonra yine eynək. Mən bu eynək sevdam bitmir. Onsuz da üzüm balacadır. İri eynəkləri də taxıram. Üzümün yarısını tutur. Ama qəşəngdir. Bəyəndim. Forması baxın. Belə. Silgisini də qoyublar hətta. Sonra qara rəngdə. Belə. Qəşəngdir. Bəyəndim. Bir de bu da leopardı yine. Forması digərlərindən fərqlidir. Qəşəngdir ama bəyəndim onu da. Bir de sonuncu üst geyimidir. Bomber deyirlər, nə deyirlər. Baxın bu şəkildə. Materialını yəni çox bərbad gözləyirdim bunun da. Şəkillərinə baxmışdım. Daha pis gözləyirdim amma qalınlığı da pis deyil. Mən deyirdim ki, yəni indiki yaz mövsümünə uyğun olmayacaq. Lap çox belə nazikdir amma yaxşıdır. Geyinmək olar. Telefonum yaddaşda olmuşdu, ona görə video kəsildi. Yeniden davam eləməli oldum. Qəşəngdir. Mən bunu da bəyəndim. Belə. Bir də sonuncu deyəndə bunu Temu'dan sifariş eləməmişəm. Gələndə Trendyoldan sifariş eləmişdim. Mesela gəldi ki, posta gəlib. İşdən gələndə götürdüm. Onu da açmaq istəyirəm. İndirmə düşmüş. Və üstünə də Novruz ərəfəsiydi. O indirimi istifadə elədim. 20% də belə indirim oldu. Gəldi çıxdı mənə 12 manata falan. Kargo ilə falan bir yerdə. Belə bir şəkildə. Bunu da geyinim. Ay, qəşəngdir. Çox, Allah bəyəndim bunu. Çox qəşəngdir. Yaraşdı məncə mənə də. Bu qədər kargolarım bitdi. Amma yenə gözlədiklərim var. Onlar da inşallah birlikdə açarıq. Bu videodan sonra çəkmək istədiyim bir mövzu öz işə qəbul olduğum müddət haqqındadır. İşə qəbul imtahanına necə hazırlaşmışam. Neçənci ildə qəbul olmuşam və s. Bir də evdə olan, əlimdə olan kitablarımı, aldığım kitablarımı sizə göstərmək istəyirəm. Bundan sonraki inşallah videomun mövzusu bu olacaq. Yəni oxuduğum kitablar ümumi olaraq çox olub, amma bəziləri olub PDF kitab oxumuşam, PDF formasını. Bəziləri olub rəfiqələrimdən, tanışlarımdan alıb oxumuşam. Evimdə olanları, yəni günə qədər aldığım kitabları sizə göstərəcəm. Bu qədər. Yenə də sizdən xahişim videomu bəyənib kanalıma abunə olmağınızdır. Belə, sağ olun, salamat qalın. Hələlik.